Salam uşaqlar, bugün sizə bir günlük vlogu səsləndirəcəm, yəni qısa bir vlogu səsləndirəcəm. Səhər-səhər dururam, belə hazırlaşıram, nəmləndirici seçirəm. Arxada da tutun nə edir, heç bilmirəm. Burada da günəş kremi çəkirəm, yəni gördüyünüz kimi. Sonra da duxu sürtürəm hər şeyi bitirdikdən sonra. Amma özümdən niyə bu qədər zəhrimar yaxır, heç bir xəbərim yoxdur. Bu duxunu da uşaqlar sıxma yerində işləmir, yəni çox əsəbimi pozur səhər-səhər. Bu da son halı. Neyse, sonra avtobusa minirəm, gedirəm, proqramistiyim var, yəni kompüter kursum var. Burada da keçirəm, yəni. Getdim, çatdım proqramistiyə. Burada da yenə özüm çəkirəm. Neyse, proqramistlikdən sonra Nuray ilə görüşəcəkdik. Yəni dediyi son zəncə çatsaq, bəlkə yəni son zəncə baxarıq, amma biz artıq gələndə, yəni hamı getmişdi də. Baxın, burada göstərirəm. Yəni bir insanın qulu yox idi. Biz onsuz da bilirdik də. Yəni çünki mən proqramistdən saat 1-dən çıxırdım. Yəni bilirdik bunu. Neyse, burada getdik, Nuray ilə görüşdük. Nurayı zoomlayıram burada. Burada da mənim atkimi sahiblənib. Mən onsuz da bu atkini sevmirdim, prosta taxmaq istədim. Amma Nuraya daha çox yaraşdı. Neyse, gəldi dönər yeməyə. Burada Nuray qəpiklərini sayır, onu çəkmişəm. Burada yenə özümü göstərirəm və Nuray. Belə sipariş vermişik, siparişimizi gözləyirik. Siparişimiz də gəldi. Yenə biz və yedik, çox qəşəng. Bu fırınçının dönərini çox bəyənirik. Burada da bir cips kimi bir şey aldım. Nuray tövsiyə elədi, amma heç bəyənmədim hər qədər. Yo, bəyəndim, amma az bəyəndim. Sonra yenə oturduq, söhbət elədik. Sonra Nuray ilə özümə dondurma aldım. Belə Nuray qariban. Sonra da sağlaşdıq, getdik və bay bay.